Mehriban yaradan heç vaxt insana zor tətbiq etmir. Deyir, əzizim gəl tədricən maraqlarını dəyişdir. Sonra isə Allah səni asta-asta yönləndirir və səninlə işləyir. Bilirsinizmi, Qərbin çirkin mədəniyyəti ilə dini sivilizasiya arasındakı ən böyük fərq nədir? Qərbin köləlik mədəniyyətində, hətta Avropalıların özlərinin də narazı olduğu mədəniyyətdə insanlara deyirlər ki, get maraqlarının arxasınca get. Bax gör nəyi sevirsən, onun ardınca get. Ancaq düşünmürlər ki, biz insanların içində nəfs adlanan bir düşmən var ki, o həmişə yaxşı şeyləri istəmir. Bəs din nə deyir? Din deyir, əvvəlcə maraqlarını dəyişdir, sonra onların ardınca get. Əvvəl maraqlarını dizayn et və idarə et. Sonra istədiyin qədər onların ardınca get. Və bu, insan həyatında baş verə biləcək ən mükəmməl bir prosesdir. O qədər cazibədardır ki, sözlə ifadə etmək mümkün deyil. Çox əyləncəli, ruhlandırıcı və güc yaradan bir şeydir.